Onun adı gələndə o Ermənistan silkələnirdi. 52'nin adı gələndə belə pəncəli keçib burada. Pəncəli keçib o burada. Onlar təşvik içində yaşayırdılar, qorxu içində. Onların yuxusu, pəncələrin yuxusuna haram qatmış deyə o bilsəniz qeyri bir adam. Düşmən onu bizdən daha yaxşı tanıyırdı. Adının çəkilməsi belə qorxu salırdı işğalçıların canına. Ona görə də başına küllü miqdarda pul qoymuşdular. Xüsusi təyinatlı qüvvələrin hansı hərbçisinin yanında adını çəksəniz deyəcək ki, Pəncəli əfsanə adamdır. Qoca adlandırırdılar onu təcrübəsinə görə. Özü isə düşməndən hər an qisas almağa hazır aslan parçasıydı. Pəncəli hələ 2015-ci ilin iyununda Kəlbəcərdə xüsusi əməliyyat zamanı düşmən ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və 20-dən artıq hərbçinin olduğu avtomobili partladaraq məhv edib. İgidliyə görə medalını da bunun üçün vermişdi ona dövlət başçısı. Elə düşmən də başına küllü miqdarda pulu bundan sonra qoymuşdu.